Baxaq. Deməli, külənin yan tel oturacaq müstəvisini 60 dərəcə bucaq əmələ gətirir. Oturacaq müstəvisini çəkib, oturacağın diaqonal çəkək ki, bu da onun hündürlüyüdür. Öz hündürlüyü çok qarışıq düşdü. Oturacağın diaqonal çəkim başqa rənglə. Bu da onun hündürlüyüdür, özünün hündürlüyü. Yan tillə oturacaq müstəvisi arasında qalan bucaq bax budur. 60 buradır. Onda belə çıxır ki, piramidin oturacağın tərəfini soruşur bizdən. Baxın, onda belə çıxır ki, burada 60'dır da. Yəni bu gördüğünüz ki, bax bu üçbucaq ki var. Bax bu qara üçbucaq. Bu kürənin, yəni çevrənin daxilına çəkilmiş bərabər tərəf üçbucaqdır. Mən oradan bax bu tərəfi tapacağım, düzdür? Bax buranı, A-nı. Bildik ki, böyük R bərabərdir. A kök 3 bölünsün 3. Buradan alıram ki, A bərabərdir 10 kök 3, düzdür? O da bizdən soruşur nəyi? O piramidanın oturacağının kvadratın tərəfini. Bizdən soruşur bax bunu, x-i. Burada x təbii ki. A da bərabərdir x kök 2. X bərabərdir A böl kök 2 də, düzdür? Yəni 10 kök 3 bölünsün 2 kök 2. Kök 2'ye vursam alıram 5 kök altında 6. Cevabımız budur. Demək oturacağın piramid oturacağının tərəfi, yəni bura. Bax bunlar da. 5 kök altında 6 D variantı. Maraqlı məsələ idi. 97. Ne deyir görək, şəkil çəkək bunda. Tetraydır gördük, çünki şəkil çəkməliyik, oxuyaq. Ben şəkil rəngini dəyişim, bunu bir dənə darıxmayın. Deyir ki, tili 2 kök 3 olan düzgün tetraedrin xaricinə çəkilmiş kürənin həcmini tapın. Tili 2 kök altı üstüdə kürə çəkeyim. Gəlin bir kürə çəkim belə. Bir dənə də onun daxilinə tetraedr çəkək. Tetraedr çəkək bunun daxilinə. Başqa rəngini çəkim qoy. Tetraedr çektim buradan bir tepesi burada olsun. Ferdinet gibi tepesi burada olsun, bir tepesi de burada. Tetraedr bütün üzeri üç beraber tarafı üçbucaq olan üçbucaqlı piramidadır, düzdür? Bu da tilin, bu tepəni buradan götürək, buradan bir çəkək. Buradan da belə. Buradan da belə. Davamını oxuyaq, görək nə deyir. Tili 2 kök altı 3 olan düzgün tetraedr. Tili 2 kök altı 3'tür. Bütün tilləri. Yəni burada 2 kök altı 3'tür də oturacaqların bütün tilləri. Olan tetraedrin xaricinə çəkilmiş kürənin həcmini tapın. Kürənin həcmini tapmaq üçün mən onun radiusunu tapmalıyam. Gəl onu da birlikdə. Mən buradan bir dənə hündürlük çəkim. Tetraedrin hündürlüyün. Kürənin mərkəzi arası buralara düşəcək. Tetraedrin, bax bunu tapım mən. Bu axı oturacaqdakı üçbucaq A, B, C üçbucağı bərabər tərəf üçbucaqdır. Onda xaricinə çevrə çəkilib də, bu da həm xaricinə çəkilmiş çevrənin
Radyosudur. Gelin onu tapın ben. Hemen bak OS'ni. OS beraberdir. A kök 3 bölüştü de A kök 3 bölü 3 düsturuyla A da tərəfdir. Tərəfdə 2 kök 3'dür. 2 kök 3 A'dır bu. Kök 3 bölü 3 bu da verəcək bizə 2. Verəcəyi bura 2'dir. Onda bütöv hündürlük SO. SO beraberdir. Bak bu SO seviş bucağını tapırıq da SO seviş bucağından. Bak bunu çəkirəm SO seviş bucağı. Bu qırmızı iş bucaqdan. SO'nu tapın. Bu külənin mərkəzi daha bu. O 1'dir bu. Külənin mərkəzine M yazım qoy. M. SO. SO beraberdir. Kök altında 2 kök 3'ün kvadratı yani 12 çıxılsın. OS'nin kvadratı burada 2 idi de 4. O da kök altı 8 2 kök 2. Bu kürenin merkezinde onda bura R'dir. Bunu da bir çekeyim. Burada R'dir. Burada düz bucaqdır. Burada ümumi 2 kök 2'de 2 kök 2 çıx R. Pifagor terimini R tapaq burada. Başka tapmaq olardı mı? Bence yok. Elə belə. Pifagor terimine göre R kvadratı beraberdir. 2'nin kvadratı plus 2 kök altta 2 çıx R'in kvadratı. Buradan R kvadratlar X'a gelecek. Kalacak ne? 4 kök altta 2 R beraber 12. 8 bu, 4 de bu 12. R de beraber 3 bölünsün kök 2. Ve son küren həcmi soruşur bizden. Küren həcmi 3'te 4 pi R'in kubu. 27 bölünsün 2 kök 2. Bu geçtiğin ixtisar 9. Bu da 2. 18 bölünsün kök 2 pi. Kök 2'ye de vursun 9 kök 2 pi. B variantı.